Agil, nəyə baxırsan orada? Kia Cadenza'ya baxıram turbazda. Hardasa 25.000 manat civarına gelir. Arkadaş, 5 manat olan 2011 olacaq, 35 motor neyiniz? 2011'de böyle. 35 motor mu? 35 mi? Ama benzin satır, onlara gidiyoruz. 5 manat olan 2011 olacaq. Bu kanaatinize gelmişsiniz. 25.000 manat civarı, herhalde o minimal qiymət. Yanım, bilirsən nə qədər Kıymeti var, 28.000 var, 9.000 de var. var, daha yaxşı maşınlar var. Ən azı o təzə maşın, ən azı 2017-2018 biz xeyli model almaq var. Bu qiymət civarında. Mesela sedanlar. Ən azı 10 dənə model sahibləri, 10 dənə nə bilim Sedan. sedan. Sedan bax, hamısı gömrük daxil qiymətlər deyəcəm sən. Sən 25 manatın C300 gəlir. Mercedes 2 motor benzin. Siyahla 250 gəlir. F30 benzindən plug-in hibrid. Akordun təzə kurcası 2018-dən yuxarı olan modeli 1.5 benzinli gəlirlər bura. Ondan sonra Sonata'nın yeni modeli 20 Bunlar həmin qiymətə gömrük daxil. Gömrük daxil, hər şey daxil. K5 olabilir, 1.6 benzin. SUV böyle. Tiplərdən bax, Hyundai, Santa Fe, Tucson, Kia Sorento, Kia Sportage, bunlar hamısı 17, 18, 19 aralıqda. Mən sırf ixaldan gelir. Həmin o SUV-lər də. Hər gömrük deyildi daxil, hamısı təmir daxil, hamısı Təmir daxil. 100%. Bax, ondan sonra təzə Chevrolet Equinox 2022 və üzəri, Ford Escape, Ford Edge, əgər məsələn desək ki, mən biraz lüks marka istəyirəm, Range Rover Evoque, Land Rover markasına məxsus Discovery Sport. Bu turbozu baxmadan öncə heç dəyməz. Təbii ki, dəyməz, o da heç qiymətli. Ağır olar, Lexus S200T var. Olar, model çox. 15 min maşın. Reqanlı 2023-ün 2022-nin Mitsubishi Eclipse Cross'unu da gətirmiyorlar. Yəni sayıda beləcə çox deyil. Məsələn deyək, Dodge Hornet var. Onda mən Məsələn, o da 2010-cu il maşını almış sürüm ki, 15 benzin maşınına pul verməyə dəyməz. Yəni, iki maşın göstərir. çox maşın gətirmiyorlar. 25 min manat bütçə civarı gətirəcək avtomobillərimiz çoxdur.